Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyyə ba'dehu. Esselamu aleykum və rahmetullahi və berekatuhu. Əziz müsəlmanlar, bilirsiniz ki, artıq Ramazan ayının sonuna gəlirik. Ramazan ayı həmişəkindən daha sürətli keçdi. Buna misal olaraq alimlər deyir ki, bundan qabaqki aylar daha sürətli keçirdi, amma indiki Ramazan daha da sürətlidir. Buna əsas səbəb qiyamətin yaxınlaşmasıdır. Və bundan sonra daha sürətli keçəcəyini deyirlər. Həqiqətən də baxdığımızda Ramazan ayı sürətlə keçdi və sayılı günlər çox sürətli bir şəkildə keçərək artıq Ramazanın sonuna 2 və ya 3 gün qalıb. Çünki Ramazanın sonu neçə gün olduğu daha sonra sonunda bilinəcək. Ayın görünməsi ilə bağlıdır bu məsələ. Və bundan əlavə olaraq Quranda Bəqərə surəsinin 183-cü ayəsində deyilir ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz. Həqiqətən də oruc tutmaq bizə vacibdir. Yəni Ramazan ayının orucunu tutmaq vacibdir. Kim Ramazan ayının orucunu tutmazsa, mütləq şəkildə kəffarəsini verməlidir. Ya bir gün qarşılığı ilə oruc tutmalıdır. Əgər o orucu xəstəlik səbəbi ilə tuta bilməsə, müəyyən miqdarda öz iftarında yediyi yeməkdən götürərək acılara, kasıblara, yoxsullara, yetimlərə aparıb verib yeməyi onlara yedizdirməlidir. Bundan əlavə olaraq bəziləri deyir ki, Ramazan ayında oruc tutmayanda və yaxud da oruclu halda, orucu pozanda 60 gün kəffarə verməlisən. Yəni, həqiqətən də insanlar bu məsələni yanlış anlayıblar. Orucunu pozduğunda və ya oruc tutmadığında 60 gün kəffarə olmur. Bir günə bir gün kəffarə olur. 60 gün məsələsi nədir? Burada 60 gün məsələsi yaxınlıq edərsənsə, yəni cinsi yaxınlıq edərsənsə, özünü saxlaya bilməyib, öz halalınla cinsi yaxınlıq edərsənsə və bu səbəbdən orucu pozarsansa, 60 gün kəffarəsi bu zaman verilir. Bundan əlavə olaraq Ramazan ayı bəyalar vurğuladı, oruç tutmaq vacibdir. Amma digər aylarda ki, bundan sonra da biz bunu bildirəcəyik, Şəvval ayında da oruç tutmaq var, 6 gün oruç tutulur və bu orucunu tutduğunuzda bir ilin savabını qazanmış kimi olursunuz. Təbii ki, bu nafilədir, bu vacib deyil, bu sünnədir, Peyğəmbər sallallahu aleyhi ve sellem'in sünnəsidir. Və bunu tutmasan sənin üçün kəffarı yoxdur. Və bundan əlavə Aşura günü oruç tuturuq. Bir gün, bu da yenə sünnədir. Daha sonra 1-ci və 4-cü günlər Peyğəmbər sallallahu aleyhi ve sellem'in tutduğu oruclar var. Bunlar da sünnə oruclar sayılır və bunları da tutmasan sənin üçün heç bir problemi yoxdur. Amma tutsan təbii ki, çox gözəl və çox böyük savabı var. Və bunun qarşılığını Allah bizə axirət günü verəcəkdir. Və bundan əlavə bildirmək istəyirəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazan ayında xüsusi günlərin olduğunu bildirmişdir. Və bu günlər Ramazan ayının son 10 gününə düşür. Ən əsas da 10 gün ərzində biz bildirmişdik ki, tək günlərə düşür. Amma 27-ci günə düşməsi barəsində xüsusi hədislər var. Bu hədislərdən biri Zir ibn Hubeyş, Ubey ibn Kəbin, Allah hər ikisindən razı olsun, belə dediyini rəvayət etmişdir. Tək olan Allaha and olsun ki, mən bilirəm Qədir gecəsi hansı gecədir. Qədir gecəsi o gecədir ki, Allah Resulü sallallahu aleyhi ve sellem onun üzərinə salamı və Allahın salavatı olsun,
bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə 27-ci gecədir. O gecə 27-ci gecədir. O gecənin səhəri günəş şüasız doğar. Səhih Müslim 762. Daha sonra başqa hədislərdə deyilir ki, bu hədislərdən biri Abdullah ibn Abbas radiyallahu anhü rəvayət edir ki, bir kişi Peyğəmbərin sallallahu aleyhi ve sellemin onun üzərinə Allahın salavatı və salamı olsun yanına gəlib belə dedi. Ey Allahın Rəsulu, mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətlə keçirməyi əmr elə. Ola bilsin Allah məni Qədr gecəsinə müvəffəq edər. Rasulullah sallallahu aleyhi ve sellem dedi, 27-ci gecəni ibadətdə keçir. Bu hədisi Müsnəd Əhməd 2149-da Əhməd Şakir səhih olduğunu deyib. Və bu hədislərə də bizə dəlalət edir ki, Qədir gecəsi son 10 gecənin tək günlərinin əsas da 27-ci günə düşdüyü barəsində xüsusi dəlillər var və ən çox 27-ci gecəyə təsadüf edir, yəni bu dəlillərə əsasən. Ki, yəni 27-ci gecənin Qədir gecəsi olmağı böyük bir ehtimaldır və hər dəfəsində də bu belə olur. Demək olar ki, çox vaxtı mən 27 gecəyə rastladığını görmüşəm. Və belə. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstəğfiruka və ətub ileyk.